yolu işçilərinin peşə bayramı gününə əsr olunmuş təntənəli yığıncaq keçirilib. Yığıncaqda bu sahədə uzun illər səmərəli fəaliyyət göstərən bir qrup dəmir yolçuya yeni mənzillərin açarları, diplom və döş nişanları verilib. Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Görkəmli avtomobil Zərif Əliyev anında xatirəsi alınıb. Daha sonra Şəhidlər Xiyabanda ölkəmizə müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarı ziyarət edilib. Əbədi məişət kompleksinin önünə əklil qoyulub. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov jurnalistlərə müsahibəsində son illər dəmir yolu sahəsində əsaslı islahatlar aparıldığını bildirib. Bakı Sumqayıt yolunu tam təmir etmişik. Artıq bu yolun vasitəsilə gündə 4000-ə yaxın sərnişin daşıması gedir. Həmən yolun davamı olaraq Bakı dairəvi yolunun təmirinə başlamışıq. Bunu yəqin ki edəcəyik. Dairəvi yolun tamamlanmasından keçəcəyik. Vağzal binamızı yenidən təmir edirik, görürsünüz. Bütün platformalar yenidən qurulur. Vağzalın binaları yenidən qurulur. Dəmir yol işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbirdə Cavid Qurbanov onu da bildirib ki, son vaxtlar 200 kilometr uzunluğunda yeni dəmir yolu salınıb. Lokomotiv parkı 30% yenilənib, 3100 vaqon alınıb. Onlarla yeni elektrovoz və tiplovoz istismara qoşulub. Beynəlxalq daşımaların həcminin artırılması üçün şimal-cənub nəqliyyat dəhlizinin bir hissəsi olaraq Astara ərazisində 8,4 kilometr yeni magistral yol salınıb. Həmin ərazidə tikilən körpünün inşası gələn ay başa çatacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstana keçən hissəsində tikinti işləri yekunlaşmaqdadır. Tədbirdə bir qrup dəmir yolçuya fəxri diplom, döş nişanı, müxtəlif hədiyyələr və mənzillərin açarları təqdim olunub. 1983-cü ildən Bakı yol sahəsində işləyirəm. 88-ci ildə ev növbəsində idim. Sağ olsunlar hökumətimiz, prezidentimiz sağ olsun. Tədbir iştirakçıları adından sonunda Prezident İlham Əliyevə müraciət qəbul olunub. Xuraman Əzizova, Famil Acalov, Carçı.